Ata-analar çox vaxt belə bir səhv eləyirlər. Övladlarından ancaq əməl və rəftar istəyirlər. Tərbiyədə biz buna önəm veririk. Biz deyirik ki, belə elə ya belə eləmə oğlum, ya qızım. Bunu elə, bunu eləmə. Nə üçün, nə niyyətə elə, buna biz önəm vermirik. Çoxumuz buna önəm vermirik. Çoxu deyir ki, məsələn, niyyəti budur ki, nə olur olsun, oxu sən. Bu səhv tərbiyədə ən böyük səhvlərdən biridir. Çox zaman ata-ananı maraqlandırmır, uşaq nə üçün dərs oxuyur. Yəni, nə üçün dərs oxuyursan özün bilərsən, qonşudan dala qalmamaq üçün, özünü göstərmək üçün, şan şöhrət üçün, nə üçün mənə maraqlı deyil. Mən deyirəm, sən dərs oxu, valideyn belə deyir. Bu ciddi səhvdir, çox ciddi səhv. Tərbiyədə buraxdığımız ən ciddi səhvlərdən biridir. Pul üçün oxuyursan, vəzifə üçün oxuyursan, nə üçün oxuyursansa, mən valideyn mənə maraqlandırır. Əsas qiyməti göstər, dərsi yaxşı oxu. Hansı motivasiya ilə, hansı səbəbdən, nə üçün bu mənə maraqlandırmır. Sən əsas oxu ki, bizim abrımız getməsin. 5 nəfərin içində oturanda deyim, mənim də oğlum filan yerdə oxuyur, mənim də qızım filan yerdə oxuyur. Bu, tərbiyənin ən ciddi səhvlərindən biridir. Bu, uşağı dinsiz tərbiyə eləməkdir. Dinsiz tərbiyə eləməkdir. Sonra da şikayət edir ki, namaza oğlum süst yanaşır, oruç tutmur, ya gücünə tutur, namazlarını vaxtında qılmır. Sən xarab eləmirsən, kökündən xarab eləmirsən bunu. Səbəb mühümdür, niyə övladınız dərs oxuyur? Siz niyə görə işləyirsiniz, niyə görə yaşayırsınız? Düzgün motivasiya olmalıdır, düzgün niyyət, enerji verir insana, insanı cavan saxlayır, ruhən, mənəvi cəhətdən, şad saxlayır, şad əhval-ruhiyyədə qalır insan. Gücünü, qüdrətini artırır. Din bizim üçün orucdur, namazdır, bikəyə Allahdır, coşən kəbirdir. Dini hissəsidir həyatımızın. Bu hissədə başqaları kimi yaşayırıq elə. O ilə mənim fərqim yoxdur, heç bir məntiqdir. O da uşağını oxudur ki, oxu süpürgəsi olma, mən də oxuduram. Dildə deməsəm də ürəyimdə fikirləşirəm. Yenə deyirəm, keçən dəfə göy kimisən süpürgəsi olmaq, süpürgəsi adam deyil məsələn. Başqa motivasiya ver. Ərşə, meyraca qaldır uşağı. Deyən, oxu ki, Allahın, necə deyim, məşuqu olasan, sevimlisi olasan. Bu niyyəti ver. Demək ki, uşaqdır, nə başa düşür? Onu daha yaxşı başa düşər.